Yəqin ki, Beyləqan əhalisinin Monqollar tərəfindən necə qətliam olduğunu bilirsiniz. Bütün bu qətliamlar bir adama görə baş verdi. Bir adamı tutdular və dedilər ki, get şəhərdə qışqır ki, Monqollar gedibdi. Həmin adam da canının qorxusundan bir dənə özü sağ qalsın deyə yüzlərlə, minlərlə, on minlərlə insanı qırğına verir. Tarixdə bu kimi hadisələr çox sayda baş verib. Məsələn, Makedoniyalı İskəndər Əhəmənilər imperiyasının paytaxtı Perspolisi müdafiə edənlərin müqavimətini sındıra bilmədiyinə görə həmin şəhərə gedən başqa bir yol axtarır və bu yolu da həmin Əhəmənilərin belə deyək vətəndaşı olan bir çoban deyir. İskəndər bu çobana həyat vəd eləyir və həmin gizli yolu ona göstərəcəyi təqdirdə onu buraxacağını deyir və o da bir dənə öz canını qurtarsın deyə öz vətənini, öz ölkəsini satır. İndi deyə bilərsiniz ki, bu kimi adamlar artıq tarixdə qaldı. Xeyr, tarixdə qalmayıb. Əgər bu kimi adamları görmək istəyirsinizsə, sosial şəbəkələrə baxın. Ölkəmizdə sosial şəbəkələrdə yüzlərlə insan var ki, nədir, 5-10 manat pul gəlsin, insanlar ona hörmət qoysun və yaxud da o gələndə insanlar əl çalsın, alqışlasın, min oyundan çıxırlar, üzdən iraqlığı təbliğ eləyirlər, fəsadı təbliğ eləyirlər, əxlaqsızlığı təbliğ eləyirlər, min cildə girirlər, nədir, bir dənə özləri pul qazansın, özləri hörmət sahibi olsun. Şəriətdə belə bir hökm var ki, bir insan şöhrət paltarı geyinə bilməz. Şöhrət paltarı geyinmək haramdır. Yəni bir insan bir paltar geyinsə ki, başqalar onu barmaqla göstərsinlər. İstər bu geyim gülməli geyim olsun, istərsə də şik və baxımlı geyim olsun, fərq eləmir. Bu kimi geyimlər geyinmək haramdır. Yəni şəriətimiz deyir ki, sənin haqqın yoxdur, insanlar sənə baxsın deyə, hamı sənə heyranlıqla baxsın, hamı səni barmaqla göstərsin deyə cəmiyyətdə libas yarışı çıxasan, bəhsə-bəhslik çıxarasan, sənin buna haqqın yoxdur. Hamı cəmiyyətdə eyni səviyyədə geyinməlidir. Əks təqdirdə insanlar başlayacaq bir-birlərlə yarışmağa və beləcə modalar yaranacaq. Modaların yaranmasının da səbəbi budur. Bəhsə-bəhslik bir-iki nəfər gəlib, daha gözəl geyim geyinib, o birisilər də baxıb onun kimi geyinməyə çalışıbdır. Modalardır, bu bəhsə-bəhslikdir, bu gördüyünüz dəbdəbəli geyimlər də hamısının başlığında bir-iki nəfərin bu cür məsuliyyətsiz geyimi və bu cür məsuliyyətsiz davranışı səbəb oldu. Bir sözlə ay cavanlar, sözüm xüsusən də cavanlaradır. 5-10 manat artıq pul qazanmaq xatirinə, 5-10 nəfərin içində hörmət sahibi olmaq xatirinə, 5-10 nəfərin baxması xatirinə cəmiyyətinizi təhlükələr və fəsad qarşısında qoymayın.